Göygöldə sürücü diqqətsizliyi ağır yol qəzasına səbəb olub. Hadisə bu gecə saat 00:10 radələrində rayonun mərkəzində baş verib. Hyundai Sonata markalı avtomobillə Vaz 2107-nin toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Araz Tanrıverdiyev, Talih Səmədzadə, Rüfət Həsənov, Şaiq Əhmədov, Qədim Abdiyev, Bilman Abdiyev, Sahib Quliyev, Sənan Məcidov dərhal Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıblar. Qədim Abdiyev və Sahib Quliyevin vəziyyəti ağır olduğundan ixtisaslaşdırılmış tibb ocağına göndəriliblər. Digər yaralıların müayinə və müalicəsi təcili tibbi yardım xəstəxanasında davam etdirilir. O biri xəstələrdə yüngül ambulator xəstəliklər var idi. Xəstələr ilkin tibbi yardım göstərilmiş, 2 xəstənin vəziyyəti ağır olduğu üçün mərkəzi klinikaya getmişlər, sonraki müayinə və müalicə üçün. Hal-hazırda şöbədə 4 xəstə yerləşdirilmişdir. İkisinin vəziyyəti stabil ağırdır, ikisinin vəziyyəti qənaətbəxşdir. İlkin ehtimala görə hadisəyə dumanlı hava şəraiti səbəb olub. Düzgün sürət seçməyən sükan sahibləri qəza törədiblər. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır. Vüsalə Cəmal Natiq Hüseyin Emin Məmmədzadə, Göygöl.